Herkese salam qızlar. Necəsiz? Neyinirsiniz? İnşallah yaxşı olarsınız. Hər şey qaydasında olar. Mən də şükür yaxşıyam. Yeni bir videoma və kanalıma xoş gəldiniz. Qızlar, videonu neçə vaxta çəkməyimə baxmayaraq sizlə vaxt tapa bilmirdim sizlərlə paylaşım. İndi də artıq video çəkə bilmirəm. Çünki yerim yoxdur da. Çəkiliş etmək istədiyim zaman hansısa bir şey olsun, adi uşaqların da videosu olsun, onu da çəkmək istədiyim zaman bildiriş gəlir mənə. Ona görə dedim ki, onsuz da bunu sizlərlə paylaşmaq üçün çəkirdim də. Dedim montaj edim, paylaşım sizlə. Sonra telefondan silərəm. Mamagilə getmişdim qızlar. Neçə ay idi gedə bilmirdim. Hamiləliyimin son aylarından sonra gedə bilmədim. Hamiləlik, ev, uşaq, hələ mama gəldi, bizdə qaldı. Mənə nə qədər kömək elədi. Uşaqlara nihada baxdı, evə, eşiyə, təmizliyə, hər bir şeyə son aylarda. Mən də rahat yeyirdim, içirdim, yatırdım. Düzdür, çətin idi mənə. Nə mənada rahat deyirəm. Yəni mama edirdi hər şeyi. Allah bütün anaların, ataların canını sağ eləsin. Yaxşıların təbii ki. Hə qızlar, ona görə də sonra Rinat doğuldu. 40'ından qabaq getmişəm. Da artıq Rinatın 40'ı çıxdı qızlar. Deyirsən səhv etmirəmsə 15'i çıxdı. Bu əsnəmələr məni yorur da hər videoda da deyirəm. Deyirəm birdən kiminsə qarşısına yenidən ilk çıxar video. Baxanda bilsinlər, mən səs yaza bilmirəm videomun üstünə. Yazan kimi belə mənə əsnəmə gəlir. Bilmirəm. Telefonun şüası məni imkan vermir danışım. Hə qızlar, ona görə də mamagilə getmişdim. Məncə ailə quran bütün xanımlarda, yəni bütün demeyim, əksər xanımlarda bu duyğu var ki, ailə qurduqdan sonra ata evinə gedəndə o ev sənə bir başqa doğma gəlir, əziz gəlir, huzurlu, mutlu gəlir. Neçə yaşın olmağına baxmayaraq, atan-anan sağdırsa, hələ də onların özlərinə məxsus bir ocaqları, belə deyim, evləri varsa, neçə yaşın olmağına baxmayaraq, hansı yaşda olmağa baxmayaraq, neçə uşağının olmasına baxmayaraq, özün də ana olmağına baxmayaraq, o evə getdiyin zaman uşaq olursan da, uşaq olursan. Çünki o evdə sənin atan və anan var. Ona görə də qızlar, təbii ki, mənim üçün bu dünyada ən rahat ev öz evimdir. Məncə bu hər kəs üçün belədir də. Yəni insanın öz evinin yerini heç bir ev vermir. Allah hər bir arzusunda olanlara ev nəsib etsin. Kiminsə də evi də, yəni öz evi olan insanlar da hər daim öz evlərində mutlu, məsud, huzurlu, can sağlığı ilə, ailəsi ilə, balaları ilə, həyat yoldaşları ilə birlikdə, yəni gözəl günlər yaşasınlar öz evlərində. Hər birimizin evində də huzur, mutluluq, bol ruzu, bərəkət olsun inşallah. Rəbbim hər zaman xoş günlər nəsib eləsin. Bir tərəfdən Rinatı yatızdıram, bir tərəfdən də səs yazıram sizə. Qızlar, gözləyin. Hə, gəldim qızlar. Nə yaxşı bu proqramda belə saxlayıb dayandırma falan var. Hə, insanın öz evinin rahatçılığını heç bir ev verməsə də, atanın evi, ata ocağı, o evdə atan-anan varsa, o evin də huzuru təbii ki bir başqadır. Dediyim kimi gedəndə, uşaqlarınla getsən də o evə girən kimi özündə uşaq olursan. Belə. Allah yaxşı valideynlərin canını sağ eləsin, ömrünü uzun eləsin ki, hər daim balalarının yanında olsunlar. Təbii ki, balalar da eyni ilə. Hər daim atalarının, analarının yanında olsunlar. Qarşılıqlı olaraq balalar anaların, analar da, atalar da balalarının hər zaman xoş günlərini görsünlər. Allah ağrı, acı göstərməsin inşallah. Burada biraz mama evini çəkirəm. Neçə vaxt idi gəlmirdim.
və gəlmədiyim için də heç bir çəkiliş etmədiyim için də paylaşmırdım. Mən belə danışım, siz görün də qızlar. Qəşəng kofe hazırlamışdıq, içdik. Necə içdik? İndi təsəvvür edin də həvəs o çayı da neçə dəfə ay Allah götürdüm, qoydum, qızdırdım, qoydum kənara, qızdırdım, qoydum kənara. Bir zülümlə kofeni süzdüm. Kofe buza döndü. Təbii ki, 2 uşaqla. Məncə körpəli uşaqla analar hələ də rahat çay içə bilmirlər. İnşallah biz də bir gün rahat-rahat çay içərik, kofe içərik. Allah balalarımızın canını sağ eləsin. Böyüsünlər, boya başa çatsınlar. Məncə uşaqlı analar istəyir öz evlərində, istəyir başqa yerdə. Nə olur olsun rahat, belə deyim də, isti çay, çörək yeyib içə bilmirlər də. Təbii ki, bu kofelər kənardan çox gözəl görünürdü. Amma biz bunu necə içdik? Qızlar, bir Allah bilir. İnanın, bir də biz bilirik də, yəni. Eybi yox, təki canları sağ olsun balalarımızın. Demək qızlar, gördünüz ki, indi qabaqda da çəkmişəm Nihadın oyuncaqlarını. Məncə çox evlərdə belədir. Məni təsdiqləyərsiniz dediyimi. Səhər axşam mütləq bizim evə oyuncaq girməlidir. Ən çox da təbii ki, maşın. Nihad hara gedirik, hardan gəlirik, özünə mütləq bir dənə azından bir dənə də olsa oyuncaq aldırmalıdır. Hələ təsəvvür edin ki, neçə aydır gəlmirdim deyə mama ilə dedim, biraz da evdən çəkiliş edim və burada da Rinatı görürsünüz. Təbii ki. Rinat mama ilə getdik, qaydandan bir neçə gün mü deyim, bir həftə mi deyim, sonra 40'ı çıxdı. Artıq 40'ımız çıxıb, şükürlər olsun. Təbrik edin bizi. Oradan götürürəm, buradan qoyuram, buradan götürürəm, oradan qoyuram. Allah hər birimizə can sağlığı versin. Hər birimizin evindən xoş sədalar gəlsin, şənliklər olsun, gözəlliklər olsun inşallah. Və mama qızlar, bu paduşkaları mamam özü hazırlayıb, tikib, üzlərini alıb, sonra gördüyünüz kimi tikib və mən bunlara bayıldım. İnşallah mamama deyəcəm, bunlardan mənim için də tiksin, hazırlasın. Rinatı burada görürsünüz. Mamamla danışanda Allah elə bir dünyaları mənə verir də, mənim həyatımdır. Allah analarımızın canına dəyməsin qızlar. Evlərimiz hər zaman isti olsun, mutlu olsun, gözəl olsun. İnşallah. Burada da Nihadla Rinatı görürsünüz. Allah bütün evlərdən körpə səsi gəlməyi nəsib etsin. Hər kəsin evində xoş sədalar olsun. Hər kəsin evindən körpə səsi gəlsin. Qarşıdan da 2026 gəlir və çox yorğun olduğum üçün normal olaraq 2 uşaqlı mama olduğum üçün və çox yorğun olduğum üçün sözüm ondan keçirəm buna, bundan keçirəm ona, belə. Dediyim kimi də, yəni oyuncaqdan inanın ki, evdə yer yoxdur. Hələ Nihadın qırdıqları olub ki, onları seçib atmışam. Bəzən də görür ki, seçirəm. Onları da atım. Bəzilərinə görür ki, seçirəm ki, atam. Onlara da icazə vermir. Gözləyirəm yatsın, gizlin bir vaxtda. O yəni qırılıb da, artıq onu evdə qalmağın nə mənası var? Yəni səhər axşam mütləq bizim evdə azından bir oyuncaq alınmalıdır. İnşallah canı sağ olsun Nihadın, bütün balaların, mənim balalarım da onların içində. Böyüyəndən sonra yəqin ki, artıq başa düşərlər ki, bunlar boş şeylərdir də. O hələ uşaq olduğu üçün tam da onu anlamır və onun bu dəqiqə heç bir şeyə ehtiyacı yoxdur. Onun tək istədiyi bu dəqiqə oyuncaqdır. Nihadın yəni heç nə vermə, ancaq oyuncaq ver də. Burada Rinat mamamın qucağında belə qəşəng dayanmışdı. Dedim bunu çəkim. Çünki bu kadrlar mənim üçün çox özəldir. Və nə yaxşı ki, bu sosial şəbəkələrdə hesabım var. Çünki telefonda nə qədər çəkib saxlaya bilərsən ki, məcbur qalıram, silirəm. Ona görə də paylaşdığım zaman da demək zaman keçdikcə o videolara baxmaq daha, yəni baxa bilirəm də, telefonumdan silinsə də. Başımı toparlayıb səsi yaza bilmirəm qızlar, çünki çox yorulmuşam.
Bayaqdan da neçə dəfə yazmaq istəyirəm. Səs yazmaq istəyirəm. Başa çəkirəm. Belə. Bu dəqiqə inanın ki, Allahdan tək istədiyim, düzdür, tək istədiyim şey yoxdur. İnsanın arzu istəyi bitmir ki. Amma ən əsas istədiyim balalarımın sağlam bir şəkildə boya başa çatmaqlarıdır ki, mən də artıq bu üstümdəki yorğunluqlar götürülsün. İndi mənə deyəcəksiniz ki, ən rahat vaxtlarıdır. Razıyam sizlə. Ən rahat vaxtlarıdır. Çünki bu dəqiqə mən Nihatla Rinatın arasında qalmışam və Rinat mənə daha rahat gəlir ki, nəinki Nihat. Çünki Nihatın bu dəqiqə ən ərköyün, belə deyim, bəzi şeylərdə ağlağan, dəcəl, dağıdan, tökən dönəmi olduğu üçün o məni daha çox yorur. Amma Rinatın bugün sadəcə süd əmib, altı falan təmiz olduğu zaman heç bir ağrısı şükür Allaha yoxdur. İnşallah da olmasın. Heç kimin balasının olmasın. Mənim balalarım da içində. Ona görə südünü içir qızlar. Altı qəşəng təmizdirsə, qəşəng yuxuya gedir, yatır. Əgər Nihat imkan versə. Hə. Ona görə də bugün indi deyəcəksiniz ki, bu ən gözəl vaxtlar, ən sakit. Əlbəttə ki, çünki uşaq böyüdükcə problemlər də, qayğılar da böyüyür. Nəyi demək istəyirəm? Yəni ən azından üzürlü sayın, kakaşları olsun, yeməkləri olsun, yatmaqları olsun, onları artıq böyüyüb özləri edəcəklər də, başa düşürsünüz. Artıq o şeylərdə ehtiyacları olmayacaq. Təbii ki, yenə də mən hər zaman həyatımı onlara həsr edəcəm, söz yox. Allah da nəsib etsin, yaxşı mənada. Yəni biri var, yeməyi hazırlayasan, qoyasan qarşılarına özləri yeyirlər. Bir də var, sən məcbursan bunu yaxşı mənada, yəni məcbursan yedizdirəsən, içizdirəsən. Bu dönəmlər istər-istəməz biraz çətin dönəmlərdir. Təbii ki, bu şikayət deyil. İndi kiməsə görə necə gələcək? Sağlam düşüncəli insanlar məni başa düşər. Yəni normal olaraq ana olanda nə olur ki? Yəni ananın da bir canı var da, istər-istəməz insan yorulur. Baxın, şükür Allaha, bugün mənim həyatımda hər şey qaydasındadır. Ancaq istər-istəməz o fiziki yorğunluq mənim səsimdən də hiss olunur. Belə, inşallah böyüsünlər, sağ-salamat, boya başa çatsınlar. Mamaları onlar üçün hər şey eləsin, atası onlar üçün hər şey eləsin. Onlar da artıq özlərini idarə eləsin. Düzdür, çətin olacaq. Yəni arxalarınca get, dalınca get, qabağınca get. Mən böyüdükcə görürəm ki, böyüməkləri daha çətinlik verir adama. Amma bəzi şeylərdən azından biraz yüngüllük olar. Belə. Bütün evlərdən körpə səsi gəlsin. Heç kim körpəyə həsrət qalmasın. Heç kim gəlin biraz da sizə dualar edim. Çünki neçə vaxtı nə video paylaşa bilirəm, nə heç neçə vaxtı sizə dualar etmirəm. Ürəyim doludur. Sizi sevirəm. Yaxşı ki varsınız. Burada ürəyim tort istəmişdim. Sağ olsun mənim həyatımın yoldaşı, həyat yoldaşım, hər şeyim, varlığım. Yeri gələndə atam, anam olmağına baxmayaraq, yeri gələndə mənim atam, yeri gələndə anam, qardaşım olmağına baxmayaraq, qardaşım, bacım, yəni hər şeyimdə, hər bir şeyim. Ürəyim tort istəmişdi qızlar. Təbii ki, mamagildə idim deyə. Yoldaşıma dedim, qəşəng ballı tort aldı, gətirdi. Və çay dəmlədim, çay içdi. Sonra Nihatın ürəyi pizza istədi. Artıq gecə idi. Yoldaşım təzədən bir də onu götürdü, getdi pizzaya. Ona qəşəng pizza aldı. Çəkmək istəyirdim ki, bir də baxdım ki, sonlara çatmışam da. Yəni pizzanın yarısı yeyilib. Belə. Biz də qəşəng tortumuzu içdik. Sizə dualar edim qarşıdan. 2026 gəlir. Hər birimizə uğurlu gəlsin, hər birimizə düşərli gəlsin, bol ruzu bərəkətli gəlsin, can sağlığı ilə gəlsin, huzurla, mutluluqla gəlsin inşallah. Evimizdə belə şirin-şirin tortlar kəsilsin, gözəl-gözəl çaylar dəmlənsin, gözəl isti yeməklər pişsin. Mutlu olaq da, huzurlu olaq, mutlu olaq, qəlbimiz çirkli şeylərlə dolmasın, evimizə huzur da olsun, mutluluq da olsun, canımız sağlam olsun.
Hər şeydən öncə balamızın canı sağlam olsun, həyat yoldaşımızın canı sağlam olsun. O sözü mən işlədirəm və sevərək işlədirəm. Hansı ki, evinizə kim ruzi bərəkət gətirirsə, maddi cəhətdən evinizi idarə edən kimdirsə, Allah onun canını sağ eləsin, sizin evinizdən, eşiyinizdən əksik etməsin və qazancı da bol olsun inşallah. Qızlar, sonra evdə hazırladığım bəzi şeyləri çəkə bildiklərimi də çəkmişdim. Dedim onları sizlə paylaşım. Keçən dəfə bu mimozanı hazırlamışdım. 2 dəfə ayrı-ayrı vaxtlarda, məsafə çox deyil idi. Gün fərqi var idi də, neçə gün aralıqla salat eləmişdim. İkisində də mimoza ürəyim istəmişdi. Qəşəng hazırlamışdım bol-bol. Belə 2026 hamımıza düşərli gəlsin qızlar. Yaxşı ki varsınız, yaxşı ki mənim kanalımdasınız. Sizləri sevirəm, sizləri öpürəm, bağrıma basıram, çox istəyirəm. Yenə deyirəm ki, səmimi qəlbdən yaxşı ki varsınız və mənim yaxşı ki kanalımdasınız. Hər zaman da var olun. Təbii ki, özünüz bilirsiniz ki, uşaqla ev, eşik, iş, güc çətin olduğu kimi Mənə görə şəxsən bu dəqiqə çox da asan deyil. Qızlar, bu yeməyin içində hər şey var. Bu yeməyi mən özümdən kəşf eləmişəm. Bilmirəm, bəlkə də hardasa da görərsiniz. Nəsə də oxşarında mən bu yeməyi özümdən hazırlamışam. Əvvəl də hazırlamışam. Bu son dönəmlərdə də hazırlamışdım. Bu yeməyi sadəcə bişirin, yeyin. Bişirin, yeyin. Başqa heç nə demirəm. Belə. Onu deyirəm ki, qızlar, yaxşı ki varsınız, yaxşı ki kanalımdasınız. 2026 hamımıza düşərli gəlsin. Hamımıza belə yaxşı şeylərlə, bolluqla gəlsin. Bolluca huzur gətirsin, bolluca mutluluq gətirsin, bolluca ruzi bərəkət, paracıqlar gətirsin. Pul yaxşı şeydir. Pul olanda insan hər bir şey edir. Uşağına da gələcək bəxş edə bilir. Uşağına da hər şey ala bilir. Evinə də hər şey ala bilir. Ona görə də pul əl çirkidi deməyək. Allah bizə halal ruzu, təbii ki halal yoldan çoxlu paracıqlar, təbii ki bizi yaxşı pis çıxmasın qudurtmayan, bizi dəyişdirməyən halal yoldan gözəl pul nəsib etsin və biz də ailəmizə, uşağımızda istədiyimiz dostumuza, tanışımıza, qohumumuza, əqrabamıza hər bir yerdə istədiyimiz kimi iştirak edək. Qızlar, birinci bu mimozanı hazırlamışdım, bu qabda olanı. Sonra o birisini hazırlamışdım. Burada da görəcəksiniz. Görüm inşallah ki o videonu qoymuş olaram. Rinatla Nihadın baş hərflərin bitər də olsa yazmağa çalışmışdım. Belə. Mən yemək dişirniyyatda bunları təbii ki bacarım, amma belə dekorativ şeylər olsun, çox bərbəzək verməyə yalan deyərəm, onları çox da bilmirəm. Neysə qızlar, bu rəngarəng olsun. 2026 bu gördüyünüz rənglər kimi gəlsin həyatımıza, gördüyünüz kimi. Allah bütün balaları qorusun, saxlasın. Hardan hara keçəndə onu mənə üzürlü sayın. Çünki yorulmuşam. Uşaqlar məni çox yorur. Və ona görə də onu qoyub bunu danışıram, bunu qoyub bunu danışıram. Video oradan ora, buradan bura. Əsas odur video olsun. Və şükür Allaha ki, düşünürəm ki də məni sevən izləyicilərim də üzürlü sayarlar. Harda nöqsan görsələr. Qulağınızı yumun, gözünüzü də yumun. Görməzdən gəlin. Yaxşı? Öpürəm sizi qızlar. Çox sevirəm sizi, çox istəyirəm sizi. Mənim gözəl, özəl, dəyərli izləyicilərim, gözəl bacılarım. Bağrıma basıram sizi. Mənə xoş sözlər yazan, ailəmə xoş sözlər yazan, xoş diləklər yazan, məni səmimi qəlbdən, içdən sevən. Burada sizə palçıq turşumu göstərmək istəyirəm qızlar. Mən bunu etmişdim. Bir də onu qeyd edim ki, mən axırıncı qış hazırlığımı sizlərlə paylaşa bilmədim. O videolar məndə durur. Mənə Allah güc-qüvvət versin. Mən onları montaj edib sizlərlə paylaşım. Baxın, burada bu palçıq turşu. Məncə bunu paylaşmışdım. Özüm hazırladığım, demək, göyəm turşusudur. Qızlar, bu üçlü sadəcə möhtəşəmdir. Yəni, iceberg, imenli bu sazan balığı və bu hazırlanmış palçıq turşusu. Bir də çörəkdə, yəni başqa heç nə yeməyə ehtiyac yoxdur. Belə qızlar, videomun
sonuna doğru belə baxıram ki, gəlirəm, sonra baxıram hələ vaxta var. Baxın, burada palçıq turşumu göstərirəm sizə. Bir dəfə bir izləyici deyəsən mənə yazmışdı ki, oradan ora keçirsiniz, buradan bura. Onun səbəbi odur ki, yəni istər istəməz qızlar, burada da mama bizdə idi qızlar. Mamam qəşəng dolma bişirmişdi. Bu dolmanı mama bişirmişdi. Qəşəng. Piroqu mən bişirmişdim. Doğan da mama bişirmişdi. Mamamın əllərindən çıxan hər yemək, adi yumurta belə mənə dadlı gəlir. Məncə hər birimizdə elədir. Yəni hər kəs üçün öz anasının yeməyindən başqa yalandır. Çünki ilk yediyimiz yemək o olduğu üçün bəlkə də bilmirəm də nədəndir. Hə, bu videolarda qızlar hansı ki ara-ara uzun halını çəkə bilmədiyim, hazırlanmış halını çəkə bilməyib də elə hazır halını çəkdiyim videolarda dedim, bunlar da yəni nəticədə mənim əl işimdir də, qoy kanalımda qalsın. Belə. Ruzi bərəkətiniz də bol olsun mənim gözəl bacılarım. Burada da bilinçik eləmişdim qızlar. Mən sadə bilinçik sevirəm və normal olaraq çox nazik deyil. Təbii ki, normalda bilincik nə qədər nazik olarsa o qədər yaxşıdır. Amma mən iminli şirin bilinciki, o birisi bilinciki çox da belə ayılıb bayılmıram. Amma mən şirin bilinciki çox sevirəm qızlar. Həddindən artıq çox sevirəm və nisbətən biraz daha qalın olsa məncə gözəl olar. Bu armudu stakanımı da bilirsiniz də, yayda almışdım. Bundan çay içəndə adam ayılıb bayılır. O qədər dadlı gəlir ki. Amma heyf ki, çox təəssüflər olsun ki, ikisi üçü artıq qırılıb. Eybi yox. Belə. Burada da sizə bilincikimi göstərirəm. Hə, qızlar, mən bunu sadə halda, şirin halda bişirdim. Всё. İçinə də banan əzdim, bir də skuşonka qarışdırdım, çəkdim içinə. İçli olaraq istədiyiniz hər bir şeydən istifadə edə bilərsiniz. Əgər bu video sizin qarşınıza ilk dəfə çıxıbsa, keçid edin mənim digər videolarıma, kanalıma abunə olun. Gözləyin mənim uşaqlarım böyüsün, sonra mən rahat-rahat videolar çəkim. Ona qədər də siz digər videolara baxın, çünki kanalımda 1000-dən çox video var. Və hər biri də özümə məxsusdur, bütün işlər özümə məxsusdur. Zaten əlimdən çıxartmadığım bilərziklərimdən və bu sarı çiçəyimdən biləcəksiniz. Burada da qızlar, təbii ki, bunların hamısını ev üçün eləmişdim. Burada da piroq etmişəm. Mən umacılı piroqu sadə piroq edəndə qəşəng alınır. Umacılı piroq edəndə çox da qəşəng alınmadığı üçün bu dəfə nə etdim? Sadə piroq hazırladım qızlar. Sobaya verməmişdən öncə kənarda umac edib üstünə tökdüm, sonra bişirdim. Nəticə super. Əgər sizin də mənim kimi umaclı piroqunuz istədiyiniz kimi alınmırsa, piroqun xəmirini hazırlayın, kənarda umac edib tökün o xəmirin üzərinə, elə verin sobaya və nəticədə qəşəng, pambıq kimi yumşaq, dadlı, belə bol-bol qəşəng piroqlarınız olacaq. Evinizdə həmişə gözəl yeməklər bişsin, ət bişsin, şirniyyat bişsin, nə bilim, ən gözəl təamlar bişsin. Hər şey olsun evinizdə, hamımızın, inşallah. Burada da sonda Nihadın videolarıdır qızlar. Nihad nənəsinin balasıdır. Mamamla çox zaman keçirir, ya qalıblar iki evin ortasında. Qurban olaram mamama. Gah Nihadı gəlir bizdən aparır, gah oradan bura gətirir. Təbii ki, bu nədir? Bu hamısı mənə dəstəkdir, köməkdir. Belə. Mamamın etdiyi analığın qarşısında mən nələr desəm, nə qədər xoş sözlər desəm, hamısı aciz qalır, hamısı balaca qalır. Ona görə də Rəbbimə qurban olmuş, şükür edirəm ki, nə yaxşı mamamı mənə verib və mənim balalarım sözün həqiqi mənasında çox şanslıdırlar. Allah hər zaman da elə etsin təbii ki. Şanslıdırlar ki, mənim mamam kimi nənələri var onların. Belə. Allah bütün nənə babaların da canını sağ eləsin. Nəvələrinin xoş günlərini görsün. Nəvələr də yaxşı olsun. Nənə babalarının qədrini bilsinlər.
Belə burada da təbii ki, oyuncaq aldığımız günlərdən biri. Bunun adı nədir bilmirəm qızlar, amma yoldaşım aldı Nihada. Mən bunu götürüb təbii ki, saxlamışam. Düzdür, arada Nihadın yazı deyəndə yadına düşür, verirəm, yazır, danışıram ondan, yazmağı öyrədirəm, saymağı falan. Sonra götürüb gizlədirəm. Çünki Nihadın əlində qalsa bu, o onu bir günə, 2 günə bilmirəm hara salıb itirəcək ya qıracaq falan. Ona görə saxlamışam ki, biraz böyüsün, məktəbə falan gedəndə istifadə edər. Burada da təbii ki, bir dənə maşın seçən oğlan görürsünüz. Görün necə bu kulturlu bir şəkildə bunu seçir. Yığır, tökür, ölür də maşından ötürü ölür. Biz ancaq, yəni bizim evdəki maşınları gəlib hansısa bir kimsə alsa, biz bir dənə bəlkə də böyük bir dənə normal, gerçək bir maşın alarıq. Belə. Tək ki, yoldaşımın canı sağ olsun, sağlam olsun. Hər zaman da balalarımızın istədiyi hər bir şeyi alaq. Hər birimizin qızlar, hər birimizin yoldaşının canı sağ olsun ki, balalarımız nə istəsə, belə deyim də, heç bir valideynin dili qısa olmasın övladının yanında, gözü kölgəli qalmasın, dili gödək yaxşı, yəni o yöndən, yəni pərt olmasın da, heç bir valideyn övladının yanında pərt olmasın. Çünki mənim də uşağım var, bilirəm də, uşaqlar başa düşmür, anlamır. Onlar üçün, onlar elə bilir ki, elə bu bunundur, verməlisə mütləq götürüb aparmalıdır. Onlar onu dərk edənə qədər. Ona görə də Allah bütün valideynlərin canını sağ eləsin ki, uşaqlarına hər şey alsınlar. Belə qızlar, video bitdi.